İkinci Dünya Müharibəsi qutarandan sonra İkinci Dünya Müharibəsində Sovet dövləti təpədən dırnağa qədər silahlanmış Almaniyanı məğlub elədi. Ancaq vətənpərvərlik ruhu ilə vuruşanların hesabına. Baxmayaraq, o varlı dövlətlərə nisbətən Sovet dövləti az bir dövlət, o cür qüvvətli bir dövləti məhv elədi, sürədən çıxartdı. Müharibədən sonra Churchillin təşəbbüsü ilə Qərbdə, yəni Fransada məxfi bir iclas yığıncaq, daha doğrusu müşavirə keçirildi. Churchill orada belə bir məsələ qoydu ki, Sovet dövləti ki, bu cür kommunizmə, vətənpərvərlik ruhu yaranıb vətəndə, Almaniya kimi təpədən dırnağa silahlanmış bir ölkəni məhv elədi. Günü sabah, əgər bu yenə də qüvvətləndirsə, bizlə mübarizəyə girişəcək. Mütləq, buna danışıq yoxdur. Ona görə lazım gəlir ki, biz Sovet dövləti ilə müharibə eləyək, biz onu bir dəfəlik ləğv eləyək, kommunizmi yer üzündən bir dəfəlik ləğv eləyək. Orada belə bir qərara gəldilər ki, Sovet dövlətinə müharibə eləmək bizə sərf eləməz. Biz Sovet dövlətini içərdən pozaq, elə bir pozğunluq yaratmaq lazımdır ki, Sovet daxilində. Bir daha onlarda o vətənpərvər qüvvələr yaranmış olmasın. O zaman da Stalin də ölüm ərəfəsində idi. Onların proqramı bundan ibarət idi ki, Sovet dövlətini və daxildə gəncləri, daha doğrusu pozğunluq yaratmaq məqsədi ilə biz 5-ci koloniyadan istifadə eləməliyik. 5-ci koloniya nəyə deyirlər? Hər bir ölkənin müdafiəsi üçün 4 qüvvəsi var. Quru qoşunları, sərhəd qoşunları, hərbi dəniz qüvvələri, bir də ki, aviasiyası. 5-ci onun da köməyi o mübarizə apardığı ölkənin içində olan xalq düşmanları ki var, öz xalqının əleyhinə, öz dövlətin əleyhinə olanlar, onlara 5-ci koloniya deyirlər. Onların vasitəsilə biz bu fikirləri yerinə getirək. O maddə nədən ibarət idi? Birinci ondan ibarət idi ki, Sovet ölkəsində üzüm əkinini genişləndirib, şərab istehsalını, içki istehsalını o qədər bol eləmək ki, həm də o qədər ucuz eləmək ki, gənclər hamısı buna ağırlığı olsunlar. Əgər bir gənc, yaşlı, əskər yaşlı, bu içkiyə ağırlığı olarsa, onlardan vətənpərvərlik gözləmək heç lazım gəlmir. Bizdə Xruşovun dövründə üzüm əkini genişləndi, masallarda üzüm əkini əkildi. 2 dənə çaxır zavad tikildi, biri Təzalvadda, biri Çaxırıda. Demək, içki belə idi ki, mən özüm gözümlə gördüyüm 1 litr çaxır 80 qəpiyə idi. Deməli, yarım litr içən adam 40 qəpik xərc qoyacaqdı. Əlbəttə, 150-200 manat maaş alan adamın qarşısında o heç bir şey deyildi. Demək olar ki, 20-30 il bundan qabaq bu içkiyə aludəçilik başlandı. Sovet, hətta Rusiyada içki o qədər aludəçilik oldu ki, qadınlar şikayətə gəldilər ki, kişilər pulların hamısını içkiyə verirlər, evə pul gətirmirlər. Rusiyada belə baş verdi. Demək olar ki, bu hər bir ölkəni içərdən zəiflətmək, onun vətənpərvər qüvvələrini zəif salmağının bir metodu da daxildə pozmaqdır. Onların birinci maddəsi bu içki maddəsini pozmaqdır. Bu da ki, məlum olduğu kimi içkibaz adamlardan cəbhədə özünü ölümə verək ki, Stalinə gedib özünü tankın altına atmayacaq ki. İçki onun ruhunu da xarab edib, ideyasını da dəyişdirib tamamilə. İkinci bir metod, onların proqramından əsasən deyirəm ha, video televizorlardır. Video televiziya belədir ki, bunu belə çox bollu var Rusiyada xüsusilə. Bu bağışlayana orada video televiziyada göstərirlər, çılpaq qadınların şəkili göstərilir. Demək ki, şəhvət hissi ilə gəncləri aludə edirlər bu bir tərəfə. Hər halda aydındır mən nə demək istəyirəm. Bir adam ki, o videolara baxmağa aludə ola, haçansa o qızlarla tanış olaydım belə, bu adamlardan da vətənpərvər iyi gəlməz dünyasında, heç vaxtında. Üçüncü, tütün əkini bol eləmək, siqaret çəkilsin, siqaret çox olsun. Sonra dördüncü xüsusi adamlar demək, hazırlamaq lazımdır ki,
narkotik maddeler yayılsın. O zaman narkotik maddeler o vaxtdan təxminən bir 30 il bundan qabaq yavaş-yavaş başladı. Get-gedə Rusiyadan başladı, gəldi, çıxdı bizə. İndi bizim gənclərimizin bu günə düşməyinin baisi mən dedim, həmin o Fransada məxfi iclasda əldə edilən qərarın nəticəsidir. Bizim evimizi yıxan, bizim gənclərimizi bu günə qoyan, pis günə qoyan, ömrünü azaldan, həyatdan məhrum edən, demək, onların gələcəyini heçə endirən ancaq o işbaz adamlardır ki, sigaret satılır, narkotik maddə harada istəsən, nə qədər istəsən, külli miqdarda almaq mümkündür. Bəs bunları heç milislə bununla mübarizə aparmağa çətinlik çəkər. Çünki bunun dalı gəlir axı. Necə olur ki, tonlarla bu şeylər gəlib bizim masalaya gəlib. Bunun yeganə bir dənə çarəsi var, biz valideynlərlə iş aparaq. Mən məsləhət görərdim əvvələn valideynlərə ki, bəzi valideyn görür ki, yeniyetmə uşağı sigaret çəkir, yeniyetmə nəvə. Sən bu sigareti haradan öyrəndin, kim səni öyrətdi? İşbaz adamlar onlara da ağlı eləyiblər iskiyə. İkinci, müəllimlərə üst tutmaq lazımdır. Müəllimlər tələbələrlə iş aparmalıdır ki, onların gələcək həyatı üçün nə kimi qorxulu şeylərdir bu şeylər? İskidir, narkomandır, sigaretdir. Bunların gələcək, onların həyatını pus eləyən şeylərdir. Müəllimlər çox məharətlə bu işə qarşı mübarizəyə girişməlidirlər. Üçüncü, ziyalılarımız gərək məclislərdə, yığıncaqlarda, ziyalılarımız hər halda deməklər ki, bizim cəmiyyətin ən görkəmli adamlardır. Onlar gərək iş aparsınlar. Dördüncüsü, ruhanilər hüzur məclislərində valideynləri başa salsınlar. Ay valideynlər, siz görün, uşaqlarınız nə gündədir, onun gələcəyi nə tər olacaq. Sabah sən onu tutalım, öyrəndirəcəksən, o ailə quracaq, o ailəni necə saxlayacaq. Sənət öyrənmir, öyrənməyə maraqlamır. Maraqlanır ki, gedim biraz içki alım, içim. Maraqlanır ki, gedim narkotik maddə edim. Hətta bu narkomanların heç həyat qurmağa da taqəti olmayacaq. Onların uzun ömür sürməyə də imkanı olmayacaq. Ailəni də saxlaya bilməyəcəklər. Bəs bu gələcəyi görmək lazımdır, gələcəyi fikirləşmək lazımdır. Ən birinci məsuliyyət valideynlərindir. Baxsın, görsün uşaq hansı yoldadır, hansı yola ayaq qoyur, hansı yola hərəkət edir. Mən elə zənnimcə bizim bax bu günə düşməyimizin səbəbi aydın oldu. Mən demək istəyirəm, bir növrə bax oradan başladı. Təsəvvür elə yeniyetmələrin beyni ağ kağız kimi bir şeydir. Necə ağ kağıza bir ləkə düşən kimi bilinir. Onların beynini doldururlar. Onlar sonra ağılları başına gələcək. Onlar yaşlanandan sonra görəcək ki, mən cavanlıqda özümüzü korlamışam. Müxtəlif xəstəliklərə düşəcəklər. Niyə görə ölümlərin sayı çoxdur? Niyə görə, məsələn, eybəcər uşaqların üçün Bakıda sanatoriya var. Vaxtilə 50-60 ildən qabaq 30-40 nəfər adam olursa, indi minlərlədir. Narkoman, içki içən adamın evladı da, körpə uşağı da beynindən nağıs olur, ağıldan nağıs olur, şuurdan nağıs olur. İndi sanatoriyalarda belə nağıs uşaqlarla doludur. Bunlar hamısı bu içkinin, narkomanın nəticəsidir. Məsləhət görərdim yenə təkrarən ki, bax bizim valideynlərimiz, müəllimlərimiz, ziyalılarımız, ruhanilərimiz ciddi mübarizə aparsınlar. Bunun mərkəzləşmiş qaydada məhv olması lazımdır.